Deyir, ata ya ana övladının üzündən öpəndə hədis buyurur ki, Allah cənnətdə onun dərəcəsini bir dərəcə artırar. Demir savab yazar, dərəcəsini qaldırar. Bir öpüşünə, övladını öpməyinə bir dərəcə cənnətdə artır. Çox əhəmiyyət verir Allah bu məsələyə. Ona görə də insana deyiblər ki, mehribançılıq göstər başqalarına. Belə muizələrdən sonra çıxanda ona buna demə, eşitdin nə dedilər, özüvə deyilən ki, eşitdin nə dedilər. Ondan bundan mehribansılıq gözləmə, özün mehriban ol başqalarına. Mehribanlıq nədir? Mehribanlıq keçən dəfə dedim, içəridə olan məhəbbətin izharıdır. Biri var məhəbbət qəlbdədir, biri var onu üzə çıxardırsan. Üzə çıxardanda olur mehribansılıq. Və dinimiz bizə deyir ki, məhəbbəti ürəyinizdə saxlamayın, dilinizə gətirin, bir-birinizə zahirə çıxardın. Mən bir dənə söz deyim sizə, sual verim. Özüm də o sualın cavabını deyim. Ruhumuzun girişləri var, bir də çıxışları var. Ruhun girişləri hansıdır? Göz məsələn ruhun girişidir. İnsan gördüyü şeydən məlumat əldə edir, ruha məlumat və təsir daxil olur. Qulaq gözün, qəlbin, ruhun girişidir. Eşitdiyi sözlər qəlbdə təsir qoyur. Görürsən, bir qeybət eşidirsən, qəlbi viran eləyir. Ağız ruhun girişidir, yemək mənasında. Haram tikə içəri gedirsə, ruha bir təsir qoyur, ibadətin qəbuluna mane olur. Ruhun girişləri var. Bir də ruhun çıxışları var. Çıxışlar hansıdır? Yenə də məsələn dil. Dil içəridə olan şeyi izhar eləməkdir, çölə çıxartmaqdır. Bədənin başqa üzvləri, ruhda olan şeyləri üzə çıxardır. Nəsə insan danışırsa, bil ki, içəridə bir qaynaq var, onu danışdıran səbəb var. O danışdıran səbəbin izharıdır, üzə çıxmasıdır danışıq. İndi mənim sualım nədir? Sualım budur ki, insan daha çox ruha daxil olan şeylərə nəzarət eləməlidir, yoxsa xaric olan şeylərə? Hansı daha mühümdür? Siz özünüz öz ürəyinizdə cavab deyin, mən də dinin cavabını deyim, uyğunlaşdırın. Din buyurur ki, daha çox xaric olan şeylərə diqqət eləsən yaxşıdır. Xaric olan şeylərə diqqət eləsən yaxşıdır, mühüm nəzarət eləsən yaxşıdır. Daha çox dilə nəzarət elə, nəinki gözə. Gözə də nəzarət elə, dil daha mühümdür. Əleyhissalam müttəqilərdən danışır, birinci xüsusiyyət nə buyurur? Buyurur, məntiquhumus savab, danışıqları təmizdir, dillərindən nöqsan yoxdur, danışıqları tərtəmizdir.